Rusiyanın Orenburg vilayətinin Lenin rayon məhkəməsi 39 yaşlı qanuni oğru Zaur Şipilov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması məsələsinə baxıb. Kriminal aləmdə Zaur Naxçıvanski ləqəbi ilə tanınan Şipilovun barəsində məhkəmənin 29 yanvar tarixli qərarı ilə həbs müddəti 15 mart 2026-cı ilədək uzadılıb. Orenburg şəhərindən olan Zaur Şipilov tanınmış Azərbaycanlı kriminal avtoritet Bayram Talıbovun oğludur. O, 2025-ci ilin iyul ayında saxlanılıb. Şipilova Rusiya Federasiyası Cinayət Məcəlləsinin cinayət iyerarxiyasında ali mövqe tutmaqla bağlı maddəsi üzrə ittiham irəli sürülüb. Onun kriminal aləmdəki yolu xeyli əvvəl başlayıb. 27 yaşında Türkiyədə taclandırıldıqdan sonra Rusiya dininin aktiv qanuni oğrular siyahısına daxil edilib. Şipilovun bioqrafiyası səs-küylü hadisələrlə sıx bağlıdır. Atası 2006-cı ildə Moskvada qanuni oğru Hikmət Muxtarova qarşı sui-qəsd zamanı öldürülüb. Zaur Şipilov özü isə əvvəllər Minusinsk həbsxanasında narkotik maddələrin saxlanmasına görə cəza çəkib və 2018-ci ildə azadlığa buraxılıb. Xarici kriminal dairələrlə sıx əlaqələrinə baxmayaraq Şipilov Rusiya vətəndaşıdır və bu da onun ekstradisiyasını mümkünsüz edir. Pologenets nəzarətçi statusu ilə bağlı məhkəmə prosesini gözlədiyi müddətdə o istintaq təcridxanasında saxlanılmağa davam edəcək. Həbs müddətinin uzadılması barədə qərar hələ qanuni qüvvəyə minməyib. Qeyd edək ki, Zaur Naxçıvanski Şakro Molodoyun istəyi ilə Rusiyadakı Azərbaycanlı kriminal dairələrin başçısı seçilib.